Qaz yumurtası ilə kişmişli keks edirik. Qaba 2 ədəd qaz yumurtasını əlavə edirəm. 2 stəkan şəkər tozu. Ağarana-dək çırpıram. İçərisinə 1 stəkan qatıq əlavə edirəm. 3 stəkan un əlavə edirəm. 1 paket qabartma tozu, 1 paket də vanilin əlavə edirəm. İçərisinə əritdiyim kərə yağını əlavə edirəm. Qabı əvvəlcədən yağlamışam. Meyvələr dibə çökməsin deyə unladım. 180 dərəcəlik sobada yarım saat bişirəcəm. Qaz yumurtasından hazırladığım kişmişli keksi hazırdır.